Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Xanımlar, burada mən deməli göbələkli, sinə əti ilə, göbələklə, qaymaqla yemək bişirəcəm. Həmişə bişirdiyimiz yeməkdən görmüsünüz kanalımda. Sonra bu makaronu süzəcəm, mərzi şorbası edəcəm. Yəni istifadə etdiklərimi sizə göstərirəm. Mən heç vaxt qaymaqlı göbələkli yeməyə soğan əlavə etməmişəm, amma bu dəfə edəcəm. Orada bir dənə soğan göstərdim. Onu göstərirəm ki, bu dəfə edəcəm, qızardıb əlavə edəcəm. İlk öncə sinə ətini gördüyünüz kimi nazik-nazik doğradım. Yuyuram. Xanımlar, bu arada qazan dəstimin qaşıqlarıdır. 3 dəyin içərisində var. Belə qoyanda yaxşıdır, yerə dəymir, amma yağ onunla tökülə bilər. Ona görə yenə də mən qaşıq atlığının içərisinə qoyuram. İlk öncə sinə ətini doğradım, yudum. Elə öz suyunda, asta ateşdə. Orada bişməkdə olarkən mən digər işlərimi ardıcıl görəcəm. Bir baş soğan götürmüşəm. Soğan içərisində olan bu yaşılları mən çıxarıb atıram hər zaman. Doğrayıram, ayrıca tavada onu qızardıram. Sonda əlavə edəcəm. Sinə ətinin suyu çəkilənə yaxın göbələkləri, bu arada göbələkləri doğrayacağam. Göbələkləri əlavə edirəm. Göbələyin öz suyu çıxır, öz sularında bişirlər. Sonra yağa düşəndə bu qızartdığım soğanı üzərinə əlavə edirəm. Biraz yenə yağ əlavə edirəm, birlikdə qızardıram, söndürürəm altını. Digər yeməklərimi edirəm, lap sonda qaymağını, pendirini əlavə edirəm. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Bu videonu mən dünən çəkmişəm. Dünən elə iftara hazırladım. Günorta üçün axşamdan yemək var idi. Mən iftar axşama hazırladım da. Axşama hazırladım, amma heç özümün... Xanımlar, burada göbələkləri soymuşam. Amma mən bilmirəm, hər zaman mənim göbələklərim qara çıxır. Görürsünüz, soyuram, suda saxlayıram. Doğrayıb da suyun içərisinə əlavə edirəm. Doğradıqdan da sonra aş üzərinə əlavə edib yuyuram. Bilmirəm. Niyə məndə qaralır rəngi, onu bilmirəm. Belə gözəl xanımlar. Deməli, iftara tam yetişdirdim. Saat deməli elə 7-yə qalırdı, mən hər bir işimi bitirdim. Amma iştaham olmadı, elə su ilə iftarımı açdım. Namazımı qıldım, saat 10 idi. Günay dedim, amma süfrə açmışam, gəl. Mənim üçün də sağ olsun, Günay hər gün iftar üçün məni hazırlayır. Mən də gedirəm, yeyirəm. Nəsə iştahım olmur xanımlar. Ramazanda heç iştahım olmur mənim. Heç inanın bugün səhərdə heç nə yeməmişəm. Heç nə. Soğan burada qızarmaqdadır xanımlar. İndi göbələyi əlavə edəcəm sinə ətinin üzərinə. Göbələkləri görürsünüz xanımlar, doğradıqdan da sonra elə su götürürüm, suyun içərisinə əlavə edirəm. İndi aparıram, aş üzərinə tökəm, təzə üzərinə su gəzdirəm. Çünki özünün elə bir rəngi çıxır, suya qarı olur. Deyirəm ki, bir də o suyu atım, aş üzərində üzərinə su gəzdirim. Amma yenə də rəngi tünd alınır. Xanımlar, soğanı görürsünüz, artıq altını söndürürəm, amma öz istisində soğan biraz da qızarır. Olsun. Gördüyünüz kimi aş üzərinə tökürəm, yenə üzərinə su gəzdirirəm ki, bəlkə rəngi qara alınmasın. Necəsiz, neyiniz, gözəl xanımlar? Hər birinizə təşəkkür edirəm. Gözəl fikirləriniz üçün, gözəl rəyləriniz üçün, gözəl təbrikləriniz üçün balamı təbrik etmişsiniz. Hamınız ya çoxunuz da yazırsınız ki, necə də siz oxşuyur. Mənim üçün çox xoşdur.
rəyləri oxuyuram, üzümdə təbəssüm yaranır, çox xoşuma gəlir ki, balam mənə oxşayır. Adətən insan özü oxşada bilmir. Hər zaman deyirəm ki, hamının uşağı, yəni çox bənzəyir, amma mənim uşaqlarım heç mənə bənzəmirlər. Amma görürəm ki, siz hamınız yazmısınız ki, sizə çox oxşayır. Təbii ki, bu da mənim üçün xoşdur. Allah hər birimizin balalarını saxlasın. Allah Taala balalarımızı, nə bilim, gözəl şeylər onların qarşısına çıxarsın. Uşaqlarımız siz əziyyət çəkməsin. Bizlər əziyyət çəkmişik, əziyyət çəkək, amma uşaqlarımız siz əziyyət çəkməsinlər. Cavandılar, heç pis günlər olmasın. Xanımlar, burada da deməli mərci üçün hazırlayıram. Bir kartoşka, bir kök, bir soğan gördüyünüz kimi. Onları da doğrayıram. Qazana əlavə edirəm. Üzərinə də 1 litr su əlavə edirəm. Xanımlar, unutmuşam, biraz fikirliyəm. Keçən dəfə xanımın bir yazmışdı, bir ikisi yazmışdı, özünüzə fikir verin. O öz yerində, sağ olun, Allah razı olsun. Amma bu aralar yəni sağlamlığımla bağlı deyil. Biraz sıxıntılar, problemlər insanı çox sıxır. Elə inanın, sıxıntı, problem insanda can sağlığını əlindən alır da, belə deyək. Bəzən deyirik, malımıza gələn canımıza gəlsin. Vallahi o da belə baxanda boş şeydir, boş sözdür əslində. Mala da gələndə insan canı gedir. O malı da qazanana qədər insan çox əziyyət çəkir. Elə şey var ki, onun əvəzi olmur. Burada fikirliyəm, xanımlar, heç mərcini əlavə etməmişəm, amma sonradan əlavə edirəm. Heç onu da çəkməmişəm. 1 stəkan da mərci yuyuram, əlavə edirəm. 1 litr də su. Orta ateşdə o qaynayır. Yumuşalanda mən onu blenderdən keçirirəm. Ayrıca tavada da 1 qaşıq, da o hissəsini çəkməmişəm, un. Həmişə çəkirəm videolarda da, bu dəfə çəkmədim. Dedim, uzun olacaq video. 1 qaşıq un qovururam, qızardıram yağda. Sonra üzərinə 1 qaşıq pasta əlavə edirəm. Pomidor pastası ya biber pastası. Onun da üzərinə 2 stəkan su əlavə edirəm. Biraz orada qaynayırlar. Sonra əlavə edirəm şorbanın üzərinə. Sonra yenə də blenderdən keçirirəm. Gördüyünüz kimi, deməli, soğan əlavə etmişdim göbələyin üzərinə. Əlavə də biraz yağ əlavə etdim. Amma biraz çox olub yağı. Düzdür, biz yağlı sevirik, amma yenə də çox olub. Bu arada xanımlar, indi bilirəm deyəcəklər, qazanlarım heyifdir. Ona görə əlavə etdim başqa günlər istifadə etdiyim qazana. Yaxşı-yaxşı blenderdan keçirtdim, sonra əlavə etdim bu qazana. Yenidən qazana, amma yenə də blenderdən keçirtdim. Yəni ehtiyatla üzdən belə deyək, lap dərindən yox, blenderdən keçirtdim. Gördüyünüz kimi göbələyi qoydum kənara. Hələ onun qaymağını, pendirini əlavə etmirəm. Bu arada əlimdə yuduqlarım, əlimdə yumuşam. Maşında olanları da qoşuram, qabları yuyulsun. Göbələyi kənarda saxlayıram ki, pendirlə, deməli, qaymağı sonda əlavə edəcəm. Orada su qoydum, xanımlar, qaynamağa, makaronu süzməyə. Deməli, mərci şorbam da artıq hazırdır. Burada nə edirəm, xanımlar? Burada da püre edirəm, kartoşka püresi. Böyük oğlum püreni çox sevir bu göbələkli yeməklə. Mən də biraz mədəmdə problem var deyə dedim, elə mən də kartoşka püresi yeyərəm. Deməli, bu qazanda edirəm. Sonra gördüm, az oldu. Bundan balaca qazana əlavə etdim ki, bu qazanda da deməli, desert hazırlayacağım. Sonra qazanı dəyişirəm. Təbii ki, kartoşkanı da əzmədim bu qazanda. Əlavə etdim başqa qazanı. Əzdim, yenidən əlavə etdim. Orada nə qoydum, xanımlar? Heç orada görmədim nə qoydum. Elə kartoşkanı qoydum pişməyə. Bu mərci şorbasını da qoydum dəzgahın üzərinə ki, sobanın üzərində yer olsun. Orada həm su qaynayır, makaron süzəcəm, həm də kartoşkanı qoymuşam, püreni. Duz əlavə edirəm, qarışdırırım, sonra makaronu əlavə edirəm. Makaron el gözə yarı əlavə edirəm, elə hamısını əlavə etdim. Bir paketdən çoxdur da onun içərisi tutur. Burada xanımlar nəyi göstərirəm sizə? Bu qazanlarımın özünün, yəni süzmək üçün var. Əlavə, yəni aş üzən falan lazım deyil.
Burada da yadımdan çıxıb xanımlar, da yəni fikirləyəm. Bir boş əlavə edirəm, onu da aşağıdakı o su boruları əriyərdi, onlar kaprondular axı. Sonradan qazan qoydum altına. Qalanını əlavə etdim. Gördünüz, bir damcı su qalmadı içərisində. Xanımlar soruşurlar, yağ əlavə edirəm buna da. Xanımlar çox keyfiyyətli məhsuldur, çox. İndi göstərəcəm burada qazan dəstləri haqqında danışacağam. Bu qazan dəstinin içərisində nələr var göstərəcəm. Demək olar ki, hamısından burada istifadə etmişəm. Kartoşka da burada qaynamaqdadır. Bu dəfə aldığım kartoşka çox yaxşı alındı xanımlar. Görürsünüz, buna süd qabı deyirik də, əlavə etdim. Başqa qazanda əzdim. Gördüm elə azdı, əlavə etdim buna. Dedim, desert o qazanda edərəm. Əslində düşünürdüm, bu süd qabını da edərəm. Dedim, bu balaca olar. Qırmızı istiot əlavə edirəm xanımlar. Qara istiot əlavə etmirəm mən püreyə. Yəni rənginə görə. İndi kim öz boşqabında əlavə edər. Qırmızı istiot, sonra duz, yəni çərək yağı ərinməmiş əlavə edirəm. Süd. Hazır. İçərisində yumru görünənlər də onlar da qırmızı istiotdur. Artıq xanımlar hazırdır. Pürem hazırdır, makaron hazırdır, mərci hazırdır. Ona görə də artıq göbələyi də hazır edirəm ki, uşaqlar yesinlər. Böyük oğlum, ikinci oğlum evdədir. Axşamda da burada xanımlar. İkinci oğlum evdə olan günü idi, ona görə böyük oğlum da evdədir. Yəni bu vaxt evdə olur. Məlik oturub gözləyir. Birinci Məlikin yeməyini verirəm. Onlar da edərlər, biz yemirik. Məlikin yeməyini verirəm. Sonra şirniyyatımı hazırlayacağım, desert hazırlayacağım. Pendir xanımlar 250 qramda hamısını gördüyünüz kimi rəndədən keçirtdim. Yəni bir paketdə vura bilərsiniz qaymaq. Əvvəllər mən bir paket vururdum. Yox, mən yarım kilo alanda, bir paçka alanda bir vururdum bir qaymaq bir paketdə, yəni 200 qram. Amma məndə 1 kilodur göbələk, yəni 1 kiloya bir qaymaq yetərli olmur da. Belə göbələyə qoyuram, isinsin ki, qaymaqları əlavə edim, pendiri əlavə edim. Götürüm uşaqlar yeməklərini yesinlər, mən başlayım deserti. Əslində yeməyə hələ tezdir xanımlar. Mən deserti də bitirirəm, 7-yə qalırdı. Sadəcə Məlik tez yeyir də, oturub gözləyirdim, Məlikə verdim, yesin. Pendiri bol olanda dadlı olur. Yəni biraz az da əlavə edə bilərsiniz. Qaymağı da istəsəz birini əlavə edə bilərsiniz. Amma bol olanda dadlı olur. Artıq yeməklərim hazırdır xanımlar. Hamısı hazırdır yeməklərim. İndi mən əvvəlcə kartoşkanı bu qazanda etmişdim xanımlar. Qaynadı, başqa qazanda əzdim. Alüminium qazanda əlavə etdim o balaca süd qabını. Burada nəyə göstərirəm? Bu qazan dəsminin içində 4 qazanı var. Bu balaca süd qabı indi desert edəcəm. Bu qab mənim önümdə olan o. Makaron etdiyim bir də mərci şorbası. 4 dənə o qazandır, 2 dənə tavasıdır. 3 dənə qaşıqdır, 2 dənə də qazanatlığıdır. Amma göbələk bişirdiyim onu ayrıca tək almışam. Məsəl üçün, bu duz istiot üydəni tək almışam. Bıçaq dəstini tək almışam. Çayniklərin hərəsi 2 dənə elektrik çaynikim var, tək almışam. Sonra birinci tavası tək almışam. Onlar hamısını tək-tək ayrı almışam. Göbələkli qazandan başqa digər 4 qazan həmin qazan dəstinin içərisində. 2 də tavası, amma tavaları, görmüsünüz tavaları, tavaların qapağı yoxdur. Bunların qapağını istifadə edə bilirəm. Belə xanımlar, mən indi şirniyyat bişirəcəm. İlk öncə Məlikə yemək vereyim, sonra deserti gəlim hazırlamağa. Burada bıçağımı da göstərirəm, çox gözəldir xanımlar. Yəni xanımlar həmişə soruşurlar, dedim göstərim. Üstündə də logosu deyirlər, nə deyirlər, yazılıb. Berlinger House, çox yəni möhtəşəm. Mən 30% endirimlə 109 manat, neçəsi qəpik, 68 qəpik, 110 manatda 30% endirimlə öz işlədiyim şirkətdən almışam. Yəni Kantakomda, İrşadda da var. Bu atlığı var ya, bu stent, taxta, bambu stent. Onsuz da var, onda ucuzdur.
Amma mən belə istədim ki, dəzgahın üzərində istifadə edə bilim. 1 litr süddür xanımlar, 1 barmaq aşağı stəkan undur, sonra 1 yemək qaşığı kukroz kraxmalı, 100 qram yağ istifadə edəcəm. Yağ orada biraz çoxdur, 100 qram da yəni göz yarı bilirəm götürəcəm. 2 paket vanil, 1 barmaq aşağı şəkər tozu, yəni desertə bunları istifadə edəcəm. İstifadə etdiyim zaman da görəcəksiniz. Mən ilk öncə Məlikənin yeməyini verim, nənəsi ona qurban oturub gözləyir. Nə bilim, burada saat neçə olardı? 5-6 işləmiş olardı. Mən tam olaraq 7-yə qalmış bitirdim. Yəni işimi bitirdim, su ilə iftarımı açdım, getdim namazımı qıldım. Amma yeməyə lab onu idi. İnan iştahım yox idi, amma yedim də biraz az da olsa yedim. Bu da mənim balam, körpə balam. Allah Taala bütün balaları qorusun. Mənim də balalarım, sizin də balalarınız, nəvələriniz onların içərisində. Mənim üçün xoşrəy yazan xanımlar, Allah sizdən razı olsun. Burada əslində biz çox vaxt çörək doğrayırıq içərisinə. Adətən suxarı əlavə edirlər belə şorbalar, amma bizdə indi olmayanda çörəyin içərisini əlavə edirik. Məlik yeyir, amma bəzən belə xoşlayır, belə yeyir. Burada mən çörəyi gətirdim ki, içərisinə əlavə edim. İstəmədi, dedi, elə içmək istəyirəm. Dedim, eybi yox, onsuz da makaron, göbələkli yemək yeyəcək də doyacaq. Düzdür, o makaron göbələkli yeməyin hamısını yemədi, biraz qaldı. Amma şorbanın hamısını içdi. Nənəsi ona qurban. Xanımlar, yəni mən deyirəm ki, qoy uşaq yesin. Töksə də, bir də görürsünüz uşaqdır da, tökür, batırır, üstünə də düşür, eybi yox. Qoy uşaq sərbəst, yəni yeməyi öyrənsin. Üstünü bulaşdıranda bir də görürsün, maması hirslənir, amma mən deyirəm, eybi yox. Uşaq öyrənməlidir. Sərbəst yeməyi öyrənməlidir. Nənəsi ona qurban. Burada özüm bilərək Məlikə belə uzun verirəm ki, yəni görəsin mənim balam necə ağıllıdır. Allah Taala həsrətində olanlara, övlad həsrətində olanlara, bu aya xatir, bu hörmətli aya xatir, bu ay bitənə qədər övlad həsrətində olanları Allah Taala sevindirsin, onlara övlad payı əta etsin. Övlad olanları Allah Taala qorusun, nəvə həsrətində olanlara nəvə əta etsin Allah Taala. Nə bilim, Allah Taala bütün xəstələrə şifa versin. Sıxıntıda olanların dadına yetişsin. Allah Taala şəhidlərimizə rəhmət etsin, qazilərimizə şifa versin. Xanımlar, İranda olanlar da bilirsiniz də, yəqin ki, məlumatınız var. Allah Taala bütün dünyada əmin-amançılıq etsin. Sülh şəraitində insanlar yaşasın. Heç bir insan itkisi olmasın. Düzdür, sıxıntı, problem insanlar üçündür. Amma bəzən elə sıxıntılarımız olur ki, yəni insan məhv olur o sıxıntılarını. Allah Taala o sıxıntılarımızın həlli yolunu bizlərə göstərsin. Düzdür, bu dünya imtahan dünyasıdır. Amma ki, Allah Taala imtahanımızı imanımızdan ağır etməsin. İmanımız daha çox olsun, imanımız daha güclü olsun ki, imtahanlara sinə gələ bilək. Biraz da Allah Taala işlərimizə asanlıq versin. Bəzən insan həqiqətən çox bitir, tükənir. Yəni insanlıqda sonuçda. Allah Taala hamımıza kömək olsun. Belə gözəl xanımlar, nənəsi buna qurban. Bu yesin qutarsın ki, mən gedim, deserti də hazırlayayım. Da bu silmək də ki, bizi öldürdü. Bir qaşıq götürür, silir ağzını. Bir qaşıq götürür, silir ağzını. Suyu, soku da həmçinin. Bir tişə qoyur, gərək içə. Deyirəm, ay məni, qarnını doldurdun suyuna, yeməyi yedə bala. Nənəsi qurban. Məlik yedi, bitirdi xanımlar. Mən başlayıram desertimi hazırlanmağa. Uşağımın nəzarəsi qoya bilmir, amma yesin, bitirsin. Deməli, 100 qram yağ, indi göz yarı atıram. Orada çox idi çünki. Əriyir, onun üzərinə unu əlavə edirəm xanımlar.
Unu da ki, yəni qızartmırıq da, sadəcə biraz qovururuq. İndi göstərəcəm. Elə götürdüm, eləmədim, dedim birbaşa qazanın içinə eləyərəm. Çırpıcı vasitəsilə edirəm xanımlar. Biraz bir 2-3 dəqiqə, çox yox. Görürsünüz, rəngi heç qızarmasın, dönməsin. Sonra südü, 1 litr südü bir dəfəyə əlavə etmirik də ki, o yumru-yumru yığılıraq, onu yaxşı aça bilək. 2-3 dəfəyə mən əlavə edirəm, 3 dəfəyə. Yaxşı yumrular açılır, qalmır içərisində. Xanımlar, bu elə pudingdir də, belə deyək. Pudingdir, üzərinə də karamel hazırlayıram, üzərinə əlavə edirəm. Amma əlimizi saxlamadan qarışdırırıq ki, yumru-yumru olmasın. Burada artıq hazırdır xanımlar, altını söndürmüşəm. 2 paket mən vanil əlavə edirəm içərisinə. 1 paket də əlavə edə bilərsiniz. Bu arada, yəni, şəkər tozu əlavə etmirəm. Şəkər tozunu karamelə əlavə edəcəm. Çünki karamel şirin olur. Bir də bunun özünə əlavə etsəm, yəni, onda uşaqlar yemirlər. Deyirlər, çox şirindir. Belə duru görünə bilər sizə, amma o qatılaşır. Ona görə elə ilk hissiliyi çıxana qədər qarışdırıram. Sonra qabları, çünki bu qablar nazikdir, qaynar deyirəm, çatdadar da. Ona görə ilk hissiliyi bir 2-3 dəqiqə çıxana qədər qarışdırıram ki, yumurlanmasın, qaymaq bağlamasın da üzəri. Sonra tez qablara əlavə edirəm. Sonra bərkiyir o, xanımlar. Soyuyan kimi bərkiyir, həm də soyuducuya qoyuruq çox. Xanımlar, həddindən artıq ləzzətlidir, həddindən artıq. Yəni, mən dünən heç belə yemək iştahla yemədim, heç, inanın ki, heç yemək istəmirdim. Günay zorla kim olma yolda yeyib elə elə. Yəni, bir damcı yedim. Amma bu deserti ləzzət elədi. Yəni, həqiqətən ləzzət elədi. Yəni, o qədər, o dərəcə, yəni. Digər qablarda məndə əslində 12 dənədir. Da dedim 6 dənə olub deyə, mən bu balaca, bu qalınları Məlikə edim. İndi deyirəm, Məlik bu qədəri yeyəcək. Uşaq da yeyər də. Dünən yeyib. Bugün də birini yeyib. Qalıb indi biri. Heç nə də olmaz xanımlar, sabah da onu yeyər. Dedim ki, o qalın olsun ki, yəni nazikləri baxın, uşaq da yeyəndə birdən qırar, əlini kəsər. Xanımlar, bu təzə tavama əlavə etdim. Sonra axı bərkiyir belə, sümük kimi olur şəkər tozu. Qorxdum ki, tavanı cızar, o da belə spatula ilə də möhkəm belə qarışdırırıq ki, o ərsin. Ona görə digər tavaya əlavə etdim. Belə 1 stəkan suda 1 yemək qaşığı o qabın içərisinə girmirdi. 2 dolu çay qaşığı götürdüm, kukuruz kraxmalı nişastası da. Əlavə edirik üzərinə, qatılaşana qədər. Burada qara görünür, sizə göstərəcəm. Tavanın içərisi qaradır, ona görə elə görsənir. Görürsünüz, sapsarıdır rəngi. Görürsünüz xanımlar, dupdurudur. Bir dənə yumru içərisində yoxdur. Amma mən yenə də süzgəcdən süzürəm ki, onlar bir balaca şəkər tozun qırıntısı qalar. Neyniyər qoyulaq belə, necə deyərlər, göz yaşı kimi olsun da. Görürsünüz, olsa görərsiniz, siz edərsiniz. Unutmasam, kanalımda var, mən şəkillər də götürmüşüm, yendirmişim qalereyama. İndi unutmasam qoyaram ekrana. Bəzən mən nəyisə edirəm, gec-gec etdiyim bir şey olanda, xanımlar deyirlər ki, heç kanalınızda görməmişik. Yəni ki, mən bəlkə də elə sadəcə deyirlər, amma mən elə gəlir ki, elə bilirlər, yalan deyirəm. Ona görə unutmasam qoyaram. Düzdür, bir uzun müddətdə hazırlamıram, amma hazırlamışam, hazırladıqlarımın şəklini qoyaram ekrana. Bu dəfə də ayrı qablarda elədim ki, yəni fərqli videolar olduğu anlaşılsın. Əslində bu 6 dənə belə böyük bir qab üçündür. O qablarda etmişdim deyə, dedim bu dəfə də bu qablarda edim, fərqli olsun. Bu qabları da içərisi az tutur deyə, sayı çox oldu deyə, elə bil ki, karamel biraz az oldu. Belə də, aşağıdan göstərəcəm də,
çəkəcəm, görəcəksiniz. Karamel biraz çox görünməlidir. Burada xanımlar yoruldum. Balaca qablara səliqə ilə olsun deyə edirdim. Yoruldum. Keyfim də yox idi. Elə qabın özünü götürdüm, böyük qabı. Dedim, əşi bundan əlavə edim də. Amma çox səliqəli alınıb. Həqiqətən də çox ləzzətlidir. Sizlər də hazırlayın, balalarınız, övladlarınız nuşicanla yesinlər. Burada videoda da görəcəksiniz ki, Məlik onu necə həvəslə yedi, necə ləzzətlə yedi. Xanımlar görürsünüz şüşə kimi. Rəngi də görürsünüz necə sapsarıdır. Sadəcə tavada qara görünürdü, tünd görünürdü. Nənəsi buna qurban. Hər şeyin birincisi Məlik yer. Burada artıq uşaqlar da yemək yeyiblər. Məlik də bir saatdan çoxdur yeməyini yeyib, indi bunu yeyir. Ard-arda yemiş ki, xanımlar. Mən Məlikə deməli yemək verəndə mən heç desert hazırlamamışdım. Məlik yedi, bitirdi. Sonra mən desert hazırladım, sonra karamelini hazırladım, o soydu. Bir saat yarım keçdi üzərindən. Burada Məlikə mən deməli qoz ləpəsini rəndədən kesib üzərinə əlavə edirəm ki, balam lap rahat yesin də. Amma özümüz üçün balaca-balaca doğrayıram. Nənəsi ona qurban. Necə də sevinir mənim balam. Allah Teala bütün balaları saxlasın. Ağıllıdır mənim balam, xanımlar. Mən nə deyirəm eləyir, nə deyirəm onu eləyir. Bu arada burada yenə sürətləndirmişəm videonu. Ona görə tez-tez elə bil ki, Məlik yeyir. Amma əslində elə yemir. Mən indi siz yenə də deyirəm, bir saat Məlikin yeməyinə baxmayacaqsınız ki, ona görə tezləşdirirəm burada videonu. Nənəsi qurban. Desertin də hamısını yemədi. Elə bil ki, çoxunu yedi, içərisində biraz qalmışdı. Onda sonra yedi də, yəni. Axır yedi bir dənə belə qab. Balam necə də iştaha ilə yeyir. Xanımlar, bu arada saat 20:59 dəqiqədir. 9-a 1 dəqiqə var. 9-da deyək. Artıq səsim videom sonlanmağa doğru gedir. İnşallah ki, yüklənər, izləyərsiniz. Mən heç cürə, yəni 8-9 üçün videolarımı çatdırıb paylaşa bilmirəm sizlərlə. Dünən çəkilsə belə, axı mən bugün başqa işlərim var. Məsəl üçün, bu videonun montajı 5 saat məndə aparır. Bilmirəm, başqaları necə çəkir, necə edir, mən elə etmirəm. Mən işimi çox səliqəli görürəm. Görün nə qədər videolardır. Bəlkə də 50 dənə video var burada, xanımlar. 50 dənə, balaca-balaca, bəlkə də 70 dənə. O cür videolarda montaj etmək çox çətindir. Ona görə bir-bir mən ona diqqətlə izləyə edirəm. Harada əgər əksik var, onu kəsirəm. Sizin göz zövqünüzü korlayacaq bir şeylər varsa, onları oradan çıxarıram. Məsələn, artıq əksik nə varsa, onları kəsirəm, götürürəm. Dəfələrlə təkrar bir də izləyirəm, bir də baxıram, bir də edirəm. Çünki mən sizə hörmət edirəm. Mən, yəni əgər məni daimi izləyən izləyicilərim fikir verirlərsə, mənim videolarım 50.000 izlənəndə də həmin səliqə ilə videolarımı paylaşıram. İndi də görürsünüz ki, 5.000, 6.000 ancaq izlənir. İndi ad günü falan olanda bir 10.000 olur. Mən yəni 5.000 izlənirəm də həmin səliqə ilə təqdim edirəm. Çünki kim necədir, zaten onu göstərir. Bir müddət insan rol oynaya bilər. Amma uzun müddət insan rol oynaya bilmir. Görürsünüz, hər kəsin maskası düşür üzündən, hər kəs kim olduğunu əslində göstərir. Özü istəmədən də, yəni kimliyini ortaya qoyur insan. Mən, yəni yenə də deyirəm, 100.000 izləndiyi videolarda da həmin səliqədir, 50.000 izlədiyim videolarda da, 5.000 izlənilən videolarda da. Hətta çox insan mənə deyir ki, niyə o qədər özünüzü incidirsiniz? Düzdür, tamam evim üçün hazırlayıram bunları, tamam evim üçün səliqəli eləyirəm. Amma video çəkmək, kamera çəkmək çox çətindir. Ya istəyirəm sakitçilik olsun, məsəl üçün çəkim, ya məsəl üçün evdə səs-küy varsa, uşaqlar danışırsa, bir-bir onu diqqətlə onun, nə bilim, koduna da, yəni səsi alıram ki, niyə sizin qulağınız başqa nəsə eşitsin? Yəni, hər bir şeyə, də xanımlar, hər bir şeyə, hər bir detaya, hər bir incəliyə mən çox fikir verirəm. Məsəl üçün, insanlar var, mənə deyir ki, çəkdim, paylaş geçsin də, neynirsə o qədər dərinə gedib. Mən deyirəm, yox. Necə yəni?
Elə şeymi olar? İnsan, yəni mən istəsəm də eləyə bilmərəm də. Yəni mən diqqətlə edirəm hər şeyi. Sizə hörmət edirəm, hörmətimdən də bunları edirəm. Hər birinizi öpürəm. Allah amanında qalın, Allaha əmanət olun. İnşallah növbəti videolarda görüşərik. Hələlik.